Herkese salam. Sınaq 2-lərə hazırlaşmağa davam edirik və bu videonun, bu sınağın qrammatikasını mən izah etmişdim bundan öncəki videoda part 1 olaraq. İndi isə part 2-ni çəkirəm və burada hər şey izah edib tamamlayacağıq. Həm reading, həm bizim buradakı writingimiz olsun. Buna gözəl nümunə deyəcəm. Və həm də ki, bu arada bu nümunə test, nümunə yazı yazıb tam bal almış. Keçən il bu sınaqda hansı uşaqlar yazıb tam bal alıblar. Onlardan ikisini saxlamışam. Bir dənəsini izah eləyəcəm ki, video çox uzun olmasın. Bu şəkildə birini izah eləyəcəm sizin üçün. Bir də əlbəttə ki, listeningimiz burada olduğu kimi davam edir. Əgər ki, dərslərimə yazılmaq istəsəniz, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın. Deməli, WhatsApp-a yazın mesaj olaraq və sizə geri dönüş ediləcək dərslər haqqında. Bu şəkildə. Deməli, indi isə başlaya bilərik izaha. Bu arada bunların hər birini atıram mən Telegrama, bütün PDF-lərlə izah ki eləyirəm. Hamısı Telegramda olur PDF şəklində. Onları hər birini əldə eləyə bilərsiniz. Həm listeningi, həm PDF-i. Deyək ki, işləyirsiniz, sonra gəlib burada yoxlayırsınız. Bu əlbəttə ki, mümkündür. Bir də ki, səhv eləməkdən heç vaxt heç kəs qorxmasın. Sən əgər ki, səhv eləyirsənsə və sonra o səhvi başa düşürsənsə, başa düşmək bilsə nə deməkdir? Məsələn, deyək ki, 72-ni mən izah elədim və sən başa düşdün. Uca bu bilsə nə deməkdir? O deməkdir ki, sən bu 72-ci sualı mənə izah eləyə bilirsən. 72-ci sualı mənə izah eləyə bilirsənsə, məsələn, cavab 1-dən 3-dür deyək ki, atıram, bilmirəm 1-dən 3-dürmü cavab. 1-dən 3-dür ya variantıdır. Bunu izah eləyə bilirsən. Okay. İzah eləyə bilirsənmi ki, 2 ilə 4 niyə səhvdir? Onu da izah eləyə bilirsən. Bax, bunu eləyə bilirsənsə, hər cür, hər bir aspektdən cavab verə bilirsənsə, o zaman sən o suala başa düşmüsən. Və heç vaxt səhv eləyib, sonra onun səhvini düzəltməkdən hesitate etməyin. Məsələn, bəzi uşaqlar sınaqda səhv edir, sonra o səhvi edir deyənə motivasiyası düşür və davam etmir. Bax, sən səhvin burada olur. Davam etməmək. Əsas məsələ o səhvlə də olsa davam etməkdir. Əmin ol, axırda düzəldəcəksən. Əmin ol. İndiyənə kimi qəşəng bal yığanlar, məsələn, mən gözəl bal yığanları paylaşıram, nümunə göstərirəm, onların çalışma stilini sizinlə bölüşürəm, indi onlarla birlikdə intervyu paylaşsaq, nə bilim, Instagramda, storylərdə filan nəsə paylaşıram da, düzdür. Yəni, bunu ona görə eləyirəm ki, siz görün ki, o uşağın, o bala gedən yolu hansı yollardan keçir. Heç kəs birdən-birə hansısa bir biliyə sahib olmuş olmur. Narahat olmuyor. Siz də çalışdıqca bu düzələcək. Xüsusilə də lüğət. Məsələn, deyək ki, uşaqlar lüğətsiz, bəzi şeylərsiz, əlbəttə ki, gedib taktikalarından bal yığmaq olar. Amma sən 100 bal istəyirsənsə, 100 balı hamısını taktika ilə yığmaq mümkün olsaydı, Respublikanın hamısı gedib taktika ilə işləyərdi və özünü öyrənməyə öldürməzdi. Başa düşdünüz? Ona görə də, məsələn, deyək ki, siz lüğət öyrənirsiniz, lüğət öyrənmək istəyirsiniz. Bu haqda paylaşmışam. Gedib, məsələn, isimləri ayrı, feilləri ayrı öyrənmək olar. İkinci üsul budur ki, sinif öyrən, 5-ci sinif ayrı, 6-cı sinif ayrı, belə-belə öyrən. Üçüncü üsul odur ki, bir dənə söz öyrənəndə, məsələn, depend sözü, məsəl üçün, yox, depend olmasın. Məsəl üçün də indi hər hansısa nəsə o sözün ismini, feilini belə özünüz araşdırıb öyrənmək. Yəni, biri var feilləri ayrı öyrənmək ki, məsələn, bu feil budur. Bir də var, onun sinonimini axtarırsan, antonimini axtarırsan, ya da ki, o feilin isim formasını axtarırsan. Bunlar ayrı-ayrı söhbətlərdir. Bir də ki, digər məsələ də odur ki, buradan çıxartmaq. Məsələn, sən əmin ol ki, burada gördüyün bir dənə söz, həmişə də elə bir şey baş verəndə mən sizə vurğulayıram. Hətta burada qrammatikada motivasiya qaydası var idi. Bax, bu. Hardasa biz bunu 3 yerdə nəsə görmüşdük. Və mən bunu həmişə izah eləyən deyirəm ki, bax, görsən falan yerdə gördük, yenə təkrarlandı. Yəni, sübut eləməyə çalışıram ki, bir şey görəndə digər yerdə bu hökmən təkrarlanır. Hökmən, mütləq olur bu. Yəni, onu demək istəyirəm ki, bir dənə söz öyrənəndə, deyək ki, sən reading öyrənirsən, bilmədiyin bir dənə sözə görə, deyək ki, bir dənə sualın yaza bilmədin, ya da ki, fərqi yox, neçə dənə sual olur olsun.
Heç vaxt orada motivasiyadan düşmə. Götür o sözü öyrən və özünə söz ver ki, çünki bu belədir. Özünə başa sal ki, mən bu sözü başqa yerdə mütləq görəcəm və mən bu sözü mütləq biləcəm. Və həmin o sualı düzgün yazacağam. Bu şəkildə sən özünə de, hər şey yoluna girəcək. Yoxsa bir sözü bilmədin deyə, uşaqlar bir sözü bilmir deyə gedir lüğət öyrənməyə başlayır. Və deməli nə iş görürlər? Gedir deyir ki, qoy lüğətin hamısını qutarım, sınağa sonra keçərəm. Vaxt itirdi o uşaq. O uşaq konkret vaxt itirdi. Sən sonraya saxlama. Sınaq işləməyə sonraya saxlama. Bunu paralel et və çıxartdığın sözləri öyrən, əmin ol hamısı yerinə düşəcək. İndi isə çox danışdım. 5 dəqiqədir ki artıq, 6 dəqiqədir ki artıq danışıram. Gəlin indi suallara keçək. Yəni də burada məndən düzgünü istəyir. Birincisi mən baxıram ki, bax burada COP29 burada da var. Deməli mən, bax burada da COP sözü var. Deməli mənim açar sözüm COP sözü deyil. Bunlara mən gedib baxmamalıyam. Həmişə fərqli sözlər seçin də. Eyni söz bax məsələn, indi həqiqətən gəsə bu eləyək. İndi bax, COP burada da var. Burada da var. İndi sən hansına baxasan? Vaxtını aldı mı? Eləmə də elə. İndi bax COP yoxdur. Global warming and its results. Bu sözlər sənin üçün vacibdir. Tərcümə etməyəcəm. Sən zaten bilirsən ki, mən bunu hər videoda deyirəm. Və bunu tərcümə eləyib, sonra suallara gəlmək, bu usulu hər kəs bilir də. Get Google-dan elə və yaz. Yəni bunu eləmək mümkündür. Və deyək ki, bizim bilmədiyimiz sözlər oldu. Məndən tez taktika soruşursunuz. Deyək ki, taktikadır, ya nədir? Onlarla hara kimi işləmək olur? Gəlin indi o şəkildə eləyək. Məsələn, global warming sözlərini axtaranda gəlirsiniz onu bax burada tapırsınız. Global warming and its impact. Its result, its impact. Gəl elə burada sənə söz öyrədim. Söz öyrətməyə axıra saxlamayacağam. Elə burada izah eləyib gedəcəm. Result nəticə deməkdir. Impact isə təsir deməkdir. Nəyisə təsir edirsənsə, onu nəticə vermiş olur da. Ona görə də bunu bu cür əvəz eləyibdir. Bura baxıram. Deyir ki, bu konvensiyanın əsas məqsədi odur ki, qlobal istiləşmə və onun təsirləri, planet üstündə təsirləri haqqında böyüyən problemlərə fokuslansın. Yəni ki, həmin o böyüyən problemləri haqqında danışsın. Orada da deyir ki, COP konferansında bunlar müzakirə edilir. Deməli, bu doğrudur. Burada da hər yerdə deyir ki, konvensiyada deməli, bax, burada COP var, burada da COP var. Elə burada görünür ki, konvensiyamız COP-dur. Ona görə də yəni buradakı COP doğrudur. Bir doğrudur yəni. Deyir ki, həmin bu konferans odur ki, Azərbaycan... tərcümə elədim, sorry. Tərcümə elədim. Azərbaycan sözünü tap, every year sözünü tap, всё. Baxıram, every year sözünü burada görürsən ki, amma burada Azərbaycan sözünü görmürsən. Azərbaycan sözünü burada görürsən. Deyir ki, hər il keçirilir COP29 və Azərbaycanda isə deyir ki, Azərbaycanda isə bu keçiriləcək hosting COP29. COP29-u Azərbaycanda ev sahibliyi eləməkdən söhbət gedir. Yəni ki, COP-u ümumiyyətlə hər il Azərbaycan eləməyibdir. COP29-u Azərbaycan ev sahibliyi eləyibdir. Yəni burada fikir versiniz, burada 29 yazıbdır. Burada COP29 yazıb, burada isə COP yazıb. Burada isə COP yazıb. Deməli, ümumi olaraq bunun adı COP-dur. Amma bunun nömrəsi COP29-dur. Yəni hər il keçirilmir. Sadəcə olaraq COP29 keçirilir. Ona görə də 2-ni çıxardıram. As extreme weather events decrease, extreme weather sözünü tapa bilərəm. The countries work together. Bir də ki, decrease sözünü. Decrease azalmaq deməkdir. Extreme weather. Bir baxaq. Yes, bax o da buradadır. Deyir ki, extreme weather events increasing. Yəni ki, dəhşətli hava hadisələri çoxalır. Amma burada deyir, azalır. Ona görə də bu səhvdir.
1.4 deyir, gəl bir baxaq. Deyir ki, will boost Azerbaijan international image. Azərbaycan sözünü zaten görürsünüz ki, burada 50 dən yerdə var. Azərbaycan sözünə baxmayın. International image, bir də ki, will boost sözlərinə baxın. Necə də gözəl. Image sözü bax buradadır bizim üçün. Global image. Bax burada international sözün globaldan əvəz eləyib. Açıq nəyə görə deyirəm əvəz eləyib? Bax burada result sözü, orada impact sözü. Demək istəyirəm ki, at least 2 words yazanda deyirik ki, ən azı 2 dənə sözləşin. Həmin o tapşırıqda, yəni belə əvəzləmələr eləyə bilərsiniz. Buna yaş bilmirsinizsə bu arada gedin reading videomu izləyin ki, onu necə işləmək lazımdır. Deməli, boost artırmaq deməkdir, beynəlxalq imajını, beynəlxalq vizyonunu, beynəlxalq hörmətini də belə başa salın. Deyir, boost eləyəcək, yəni artıracaq. Və burada enlarge, yəni genişləndirmək, çoxaltmaq sözünü görürsünüz. Deməli, həqiqətən də o cürdə olur burada A variantı. Nə gözəl. Mail-la bəvətə axıra saxlayırıq. Qoy bir tam başa düşək ki, nə haqqındadır. Məncə başa düşdük, amma yəni də axıra ki saxlamaq istəyirəm bunu. Because it held in Azerbaijan. Bax, burada görürsünüz ki, baxlarda gördük bəlkə sualdakı held in. Bəlkə bunu ayrı bir rəngdə eləyək. Deyir ki, held in Azerbaijan. Held in Azerbaijan. Çünki sözü yoxdur. O zaman ona görə nə edəcəyik? Yəni, bax, biz bundan sonraki cümlələrdədir bunun cavabı. Bax, göylə şərləyirəm, bax, buralardadır. İndi bunun cavabı elə olacaq. İndi nə iş görürəm? Gördün ki, bax, because bir başa yoxdur. Neynə? Sakin ol. Birincisinə bax. Sənin üçün burada nə veribdir? Has improved. Bax, fikir verirsən, hamısında has veribdir. Improved verib falan. Sən gəl burada bir şeyə baxaq. Carbon emissions. Bir dənə bu sözü tapım. Onu da həll edəcəm. Carbon emissions. Və tapdım. Carbon emissions olan cümləni qoy bir dənə işarə eləyim burada. İndi gəl bir dənə uzlaşdıraq. Deyir ki, decreasing yenə azalmaq deməkdir. Gördün, yenə də oldu. Reducing də azaltmaq deməkdir. Əla, has improved. Yəni deyir ki, COP29 Azərbaycanda keçiləcək. Çünki bu karbon emissiyalarının azalmasında inkişaf eləyib də COP29. Və burada da deyir ki, burada Azərbaycanın inkişaf eləyib eləməməsini söhbət gedir. COP29-un yox. Deyir ki, Azərbaycan ilərləyiş göstəribdir. Karbon emissiyalarının azalmasında progress ilərləyiş deməkdir. Has improved də ilərləyib deməkdir. Deməli, üst-üstə düşür. Bir, doğrudur. Sonra gedirəm digərinə. Deyirəm nə idi? International Climate Discussions və actively sözünə baxıram. Həmən. Bu bir başa var, bax. International Climate Discussions has been actively... 1-2 doğrudur. Hətta 1-2 deyə bir variantımız da var. Burada A variantı ola bilər. Elə görünür. Has weakened its position. Bax, burada 2 ilə 3 bir-birinin əksidir. Weaken deyir ki, bunun beynəlxalq iqlim diskussiyalarında, yəni debatlarında, söhbətlərində onun pozisiyasını azaldıb da, yəni Azərbaycan pozisiyasını azaldıb, yox, daha da bizim vizyonumuzu genişləndirib dedi. Ona görə də 3 səhvdir. Və 4-də, 2, 3, 4 ayda görsən hamısı birbirindən bağlıdır deyir. Passively, yox, actively. 4 də burada çıxdı, nə gözəl. Bax, görsən bizi incitmir. 3 də burada səhv idi. 5-ə baxaq. Bax, eynən. İndi bax, indi də burada 1 ilə 5-dir. Deyir, has achieved in increasing the emissions of carbon dioxide. Karbon dioksidinin emissiyasının artmasına nail olubdu Azərbaycan, amma yox, azalmasına nail olubdu. Ona görə də 5-də çıxdı, 1-2 doğru cavab. Gördün? Necə də gözəl bir sual. Çox gözəl. 75-ci sualı həll eləyə bilmək üçün buradakı əslində sualı başa düşməlisən. Ən çox da buradakı ən yolla sözünü bilməlisən. Çünki bu ən yolla sözü sənin üçün burada vacibdir. Deyək ki, bilmirsən, nə edirsən belə olanda? Panikləmirsən. Sən insansan, bütün sözləri bilməmən normaldır. Bax, get bunlara bax. Bunlar harda yazılıbdırsa, get həmin o hissəni tap, cümlənin, necə deyirlər, mətnin içərisində. Bunu oranj rəngdə, orange rəngdə şərləyirəm bu şəkildə. Baxıram, greenhouse sözünü məsələn tapıram.
Greenhouse gas emissions. Yəni ki, deyir ki, to cut. To cut nədir? Kəsmək. Greenhouse istixanadır. Yəni parnik. Parnikdəki qaz emissiyalarını kəsmək, yəni azaltmaq. Burada da deyil limitləmək. Eyni mənaya gəldimi? Azaltmaq, limitləmək. 2 doğrudur. Buradakı sualımız nə idi? Yəni bu şəkildə yəni tapa bilərsən bilmədinsə. İndi gəl normal bir şəkildə başa düşək. For what purpose is COP held annually? COP annually hər il deməkdir də, yəni illik deməkdir. İllik olaraq COP29-un keçirmə məqsədi nədir? İndi sənə burada illik olaraq deməyibdir, burada every year deyib. Ona görə sən dedim ki, annual sözün başa düşmək sənin üçün vacibdir. Başa düşdün? Bu şəkildə. Aha. İndi burada deyir ki, istixanalardakı qaz emissiyalarını azaltmaq. Deməli, birincisində deyir ki, in order to, üçün deməkdir. Measure progress. İnkişafı ölçmək üçün deməli, bu var. Burada deyir ki, to assess progress eyni məna verir. Deməli, 1-2 doğrudur. Cavabımız yəni 1-2 oldu. To ignore climate impacts. Bunu elə baxanda da görünür ki, bu səhvdir. Yəni bayaqdan da görürük ki, bu iqlim dəyişikliyinə filan önəm verən bir tədbirdir. Amma bizə burada deyir ki, to ignore. Ignore bilsin nədir? Nəyisə ignore eləmək, məhəl qoymamaq, laqeydlə yanaşmaq. İqlim dəyişikliklərinin, iqlimin təsirlərinə laqeyd yanaşmaq. Yox, bax burada deyir ki, adapt to climate impacts. Ona görə də 3 səhvdir dostlar. In order not to define targets. Target burada goal deməkdir, aim deməkdir. Yəni ki, yeni define müəyyən etmək deməkdir. Yeni hədəflər müəyyən etməmək üçün. Amma burada deyir ki, set new goals. Yeni hədəflər müəyyən etmək, qurmaq. Ona görə də bu səhvdir. Bu da səhvdir. Oldu burada B variantı. Başa sala bildim. Writing-ən axırda izah eləyəcəm. Demand sözü. Bunu mənim tələbələrim baxan kimi bilməlidirlər. Niyə? Çünki biz bunu hər dərs deyirik demək olar ki. Bir çox dərsdə demişik. İndi hər dərs bir sözü necə deyə bilərik ki, düz deyilmi? Amma bir çox dərslərdə mən bunu demişəm və bunu təxmin edə bilərsiniz ki, to require olacaqdır. Elə məncə bilmirəm, YouTube dərslərində bu sözü demişəm. Məncə bunu demiş olaram. Çünki məşhur bir sözdür ona görə. İsimlə feilini öyrədəndə ən çox sözlərim, bu sözlər dediyim sözlərdən birisidir. Çünki bunların isim formaları da var. To demand tələb etmək deməkdir. To require tələb etmək deməkdir. Tələb nə deməkdir bəs tələb? Bunun noun forması nədir və demand noun forması da var. Require noun forması isə belədir. Requirement. Bu şəkildə. Və deyir ki, paragraf 2-də. Bir də ki, bunu indi taktikayla necə işləyək ki, bu sözü bilmiriksə. Paragraf 2-də, bax gəlirsən, rəngi dəyişək bəlkə. Paragraf 2-miz, bax buradan başlayır, düz, bura kimidir də, düzdür. İndi sən bir dənə fikir versən, burada to ilə başlayıbsa, sən onu hökmən bilməlisən ki, burada bu feil istəyir, yaxşı. Feil istəyirsə, ancaq buradakı feillərə bax, sənin üçün bəs eləyəcəkdir. Gəl indi bir dənə baxaq. Məsələn, deyir, burada requires, celebrated, increasing falan belə feillərin üstündən xətt çək və orada hansı sözləri bilirsənsə üst-üstə tutuşturmağa çalış ki, gör necədir. O şəkildə həll elə və cavabını tap. Nə belə eləyə bilərsən və burada cavab elə buradan da göstərdiyim kimi require olacaq cavabımız. Aha, bizim üçün burada nə deyir? Definition tip paragraf 3-dən yenə də to ilə başlayırsa deməli bu feildir. To make something less. Less nədir? Daha az. Daha çox nədir? More. Adjective dərsimizdə keçirib. Bax, görsən, qrammatikanı öyrənəndə sən avtomatik olaraq lüğət öyrənmiş olursan. Nə isə etmək az or smaller. Nə isə daha az etmək. In size, in price. İndi burada ikisinə də aiddir də. Deyir ki, ölçü baxımından nə isə azaltmaq, qiymət baxımından nə isə azaltmaq. Biz burada baxırıq, yenə eyni taktika ilə işləyə bilərsən. Yəni feil istəyirsə, feillərin üstündən xətt çək burada. Bu şəkildə elə və onu tapa bilərsən. Reduce sözü olacaqdır sənin üçün burada. Reduce. Bayaqlarda decrease falan sözlərini görmüşdün. İndi də o sözü gördün. To reduce. Bu görə həqiqətən də odur mu? Bir dəqiq baxım. Bilirsiniz, ikinci dəfə baxdım. In reducing verəndə başında gerund olmuş olur ona görə.
prepositiondan sonra, söz önündən sonra feil gələndə ing də gəlir də. Bu artıq gerund olmuş oldu. Ona görə dedim ki, qoy bir dəfə də baxım ki, birdən burada decrease sözü olar. Decrease sözü burada cavab olar. Ona görə dedim ki, bir dəfə də baxım, o da yoxdur. Görəcəksiniz ki, ən uyğun gələn variant budur. Yəni bu gerund olsa da, o isə indi bunu verir. Əslində bunu belə eləməsə daha xoş olar. Ancaq belə eləyibdi. Yəni bu şəkildə. Yəni burada cavab reducedur. Başqa heç nə uyğun gəlmir. Sonuncu sual. At least 2 words. Ən azı 2 dənə sözü dəyişmək. Azerbaijan had made progress in... Let's see. İndi bu hissəni silirəm uşaqlar. Bax, bizə nə veribdir? Deyir ki, Azerbaijan has made progress in... Bax, bunu bizə verib elə. İndi sən cavab kartına yazanda, bax, indi bu oranj vürəkdə. Bunu narıncı deyirlərdi. Narıncı rəngdə, narıncı, orange rəngdə olan hissənicə yazsan, cavab kartına sənin üçün kifayət eləyəcək və sən bu hissəni dəyişməsən. Bu narıncı rəngdə işarələdiyim hissəni sən dəyişməlisən, yazmalısan. Yəni göy rəngdə işarələdiyim yerdə dəyişsən, onu dəyişsən sənə bal verəsi deyil. Çünki sənə konkret yəni burada onu istəmir, axı bunu yazıb da özü. Ondan sonraki hissəni səndən istəyir, yaxşımı? Yəni bunu səninlə dəyişək. Reducing sözünü da уже 3-cü dəfədir bu sözü müraciət edirik. Bu sözü götürürsən, yazırsan decreasing. Carbon emissions sözünü elə olduğu kimi saxla. Has been actively participating in. Participate sözü iştirak etmək deməkdir. Bunun sinonimində əslində bayaqları gördün. Take part. Bu şəkildə. İnsan yazırsan ki, taking part. Niyə ing? Çünki bax burada bunun ing-si var. Ona görə də elə o şəkildə yaz, davam elə. Participating in, taking part in. İndi burada in olduğu kimi qalır. O heç də. İndi burada hansı sözü dəyişirəmsə, onu dəyişirsən, qalan hər şeyi yerindəcə saxlayırsan. International climate discussions. Sən burada international sözünə, beynəlxalq sözünə global sözü yaza bilərsən. Bayaqlarda zaten hansısa tapşırıqda gördük ki, global image sözünü məsələn burada götürüb başqa cür yazmışdı. International image yazmışdı. Ona görə deyirəm ki, bax burada istifadə edə bilərsiniz. Bax görürsünüz, istifadə elədik. Sübut bu da. Climate iqlimdir. İqlimin necə tərcümə fərqli formada yazaq ki, yaza bilərsən discussions. Yəni ki, debatlar, elə debat sözünün özünü yaza bilərsən. Debat nədir? Bu belə yazılır. Debat. Bu şəkildə debat. İndi burada cəmdədirsə, buna cəmdə yazıram. Bu şəkildə bunu yazırsınız. Bu da olur sizin düzgün variantınız. Readingi bitirdik indi. İndi isə keçirik listeningə. Dedim ki, writingə axırda izah edəcəm. Götürüb bunun hamısını tərcümə etməyəcəm. Bəlkə də tərcümə etməyəcəm, bilmirəm. İndi izah eləməyin ən yaxşı variantını eləyəcəm ki, tam yaxşı şəkildə başa düşək, bilirsiniz. Ən yaxşısını izah edirəm. Amma burada, məsələn, readingi tərcümə etmədim. Burada mən labiatını işləmədim. İndi gəlib onu da işləyəcəm. Dediyim kimi, Google Lens'ə adicə bunu əsas eləyib atsanız, yəni bunlar sizə çox yaxşı şəkildə sizə tərcümə eləyəcək. Oturub bir tərcümə eləməyimə ehtiyac yoxdur. Yəni onu gedib özünüz eləyə bilirsiniz. Sizə lazım olan bu hissədir deyə düşünürəm. Yəni bunu mənim köməyimlə eləyin. Digər tərcümə eləməyə zaten mənim köməyim olmadan da eləyə bilirsiniz. Deyir ki, the global image of Azerbaijan. Azərbaycan sözünü Amerikada belə deyirlər. Azerbaijan. Belə məzəli deyirlər. Adımız həqiqətən çətindir. Deyir ki, Azərbaycanın global vizyonu. İndi image şəkil deməkdir. Azərbaycanın global şəkil demirsən də, global vizyonu da necə görünür, hörməti. Uşaqlar, Azərbaycan söhbət getmir, COP29-un söhbət gedir. Hə, bir neçə dinin yerdə Azərbaycanın yeri ayrıqdır. Amma sırf Azərbaycan haqqında deyil, axı sənə burada mainly deyir. Ona görə bəyəni çıxart. Deyir ki, governments. Hökumətlərin konfransı. Hökumətlərin konfransıdırmı? Məncə burada başqa ölkələrdə də keçirilirdi. Countries meet at COP. Ölkələr görüşür. Elə ona görə də əslində COP29 haqqında çox yaxşı şəkildə məlumatlıyam. Əgər siz də məlumatlısınızsa, məlumatlarınızdan istifadə edə bilərsiniz. Amma ehtiyatlı olun ki, yəni sizin bildiyiniz məlumat readingin içərisində olsun. Yəni ki, sən nəsə əlavə bir şey bilirsən, hansısa testini ona görə işləyirsən, gəlib ona görə də o səhv çıxır.
yəni məsələn sənin əlavə bildiyin məlumat mətndə yoxdursa, artıq sənin əlavə bildiyin məlumat keçərsizdir. Başa düşdün? Ona görə də mətnə tez-tez müraciət elə. Məsələn, mən bilsəndə görsən ki, müraciət edirəm mətnə hökmən. Çoxu insan bəlkə də bilmir ki, COP29 nədir. İndi deyir ki, hökumətlərin konfransı, yəni bu var mətndə. Deməli, bu ola bilər. Məsələn, desəydik ki, hökumətlərin konfransları bu səhv olardı. Çünki bir dənə konfrans söhbət gedir, o da COP29-u. Birinci variantını saxlayım. Renewable resources of, no, actually sources of energy. Enerjinin yenilənə bilən resursları yox. COP29 climate impact, setting new goals və s. və axır. Bax, bunlar haqqında söhbət getdi. Renewable energies. Yes, yoxdur elə bir şey. The establishment of COP. COP-un təsisi. Hə, danışır. Amma əsasən o haqda deyil axı. Nə iş görür, nələrə fokuslanır, hansı ölkələrdə var, bunlara yer ayrılır. Extreme weather events around the world. Bax, burada dedim ki, S olsaydı səhv olardı. Bax, burada səhv edib. Deyir, dünya ətrafında ekstrem, yəni ekstrem belə qeyri-adi da, yəni nəyin həddindən artıq çox olması qeyri-adi deyə bilərik. İndi biz buradakı yerinə otursun da tərcüməmiz hava hadisələri, hava tədbirləri, hava mərasimləri, extraordinary, möhtəşəm, gözəl ötəsi. Eventlərdən, mərasimlərdən söhbət getmədi. Bir dənə mərasimdən söhbət getdi, o da COP-dur. Oldu nə? C variantı. So, indi reading həqiqətən bitdi. Keçə bilərik indi listening-ə. Keçə indi bunu həqiqətən yaxşı bir şəkildə oxuyaq. Bir dənə listening-də mən sizə nəyi işlətməyəcəm? Listening-də mən sizə sadəcə olaraq transkriptdə, yəni listening-in özündə sizə başdan ayağa nə deyir, onu tərcümə eləməyəcəm. Onu da dediyim kimi, yəni gedib Google-dan eləyə bilirsiniz. Əslində, əgər ki bunu eləməməyimi istəyirsinizsə, kommentlərdə mənə deyin. Mən bunu bu videonun içərisinə sala bilərəm. Bəlkə kimsə Google-la da gedib eləyə bilmir. Ona görə yəni tərcüməni eləyə bilərəm. Problem deyil. Ehtiyac varsa deyin mənə, yaxşı. Növbəti videolarımda buna da yer ayıraram. Niyə də olmasın, deyilmi? Amma belə əsas yəni fokuslanacağım izaha, transkriptin hamısını başdan ayağa tərcümə etməyəcəm. Listening-i dinləmək üçün Telegrama getməyiniz kifayət eləyəcək. Adını yazın. 17 noyabr 2024 sınağı yazın. Qabağınıza çıxacaq, biləcəksiniz. Mail about-u yəni çıxardırıq. Listening haqqında heç nə bilmirsənsə, get mən listening videoma bax hökmən. İndi bax. Deyir ki, düzgün variantı seç. Deyir ki, this capital city is never deyirsə negativdir. Considered modern and attractive to visit. Deyir ki, bu iki dənə sözə fikir ver. Deyir ki, dinləyəndə yəni bu iki dənə sözə fikir ver. Deyir ki, bir də modern sözünə. Modern sözünün sinonimi nədir? Onu da kommentlərdə yaz, bilək. Bu paytaxt şəhər heç vaxt müasir və cəlbedici bir şəhər kimi nəzərdə tutulmur. Ziyarət eləmək üçün belə bir şəhər deyil. Bu şəkildə deyir. Məsələn, bu modern sözünü burada eşidə bilərsən. Kopenhagen deyir ki, ən böyük nümunədir ki, hansısa bir şəhər necə müasir, gözəl və eco-friendly. Eco-friendly yəni ki, təbiətə ziyan verməyən bir formada ola bilər. At the same time, eyni zamanda necə bu üç dənəsini birləşdirə bilər. Beautiful, attractive sözündən, modern sözünü elə burada özündən veribdir. Deyir ki, elə bir şəhər kimi nəzərdə tutulmur. Necə nəzərdə tutulmur? Deyir ki, ən gözəl nümunədir. Ən gözəl nümunədirsə, əlbəttə ki, elə ki, bu çox nazikdir. Ən gözəl nümunədirsə, əlbəttə ki, yəni elə də nəzərdə tutular. Ona görə burada never deyirsə, bu səhvdir. Yəni, never heç vaxt deməkdir. A variantı səhvdir. Copenhagen dreams to reduce carbon emissions to zero. Karbon emissiyalarını, yəni karbon ziyanlı bir şeydir. Onu deyir sıfıra endirmək istəyir. Copenhagen sözünü işarələmə, listening-i dinləyəndə neyini? Sənin açar sözlərin burada nədir? Carbon emission sözüdür, bir də reduce sözüdür. Ay, sağ ol. Burada insə deyir ki, bax görürsən, deyir ki, Copenhagen has set itself the goal of, deyir ki, nə məqsədini qoyubdur və yaxud ki, burada deyir ki, it plans, planlayır. Copenhagen nəyə planlayır? Bəli. Ona görə də
B variantı doğrudur. C variantına baxıram. Copenhagen spends less money on renewable energy. Yenilənə bilən enerjiyə çox az pul xərcləyir. Less money, renewable energy. Bu sözləri tap. Renewable energy sözünə qulaq as. Həmin o cümlənin içərisində bu sözü eşidəcəksən. Gedib baxaq. Yəni sən açır sözün bu ikisidir. Aha, tapdım. Bax, burada bizə belə deyir. Deyir ki, invest a lot in renewable energy. Copenhagen also, yəni deyir ki, invest yatırım eləmək deyir ki, çox pul yatırım eləyir yenilənə bilən enerji üçün, amma burada deyir ki, az pul eləyir yatırım. Ona görə bunda çıxdıq. Deməli, D variantında deyir ki, deməli, Copenhagen has a very defective transport system. Copenhagen sözünü yenə də burada işarə eləmə, çünki sənin burada fərqli bir söz deyil də bu. Min dənə yerdə Copenhagen deyir. Sən necə bu ipucu verə bilər ki, sən burada nə edirsən? Transport system sözünü tap. Defective bilsə nədir? Yəni defect deməkdir. Yəni ki, qüsurlu, orijinal olmayan, belə bir məna verir. Transport sistemi tapaq. Baxıram. One of the main reasons that the city is so green is şəhərin çox yaşlı olmasının səbəbi odur ki, because of its excellent transport system. Bunun möhtəşəm ötəsi nəqliyyat sistemi üzündən, onun səbəbindən gözəldir. Amma burada deyir ki, defective. Defective deyil axı, excellentdir. Ona görə D variantında çıx. The people in its capital always pollute the environment. Sən burada nə edirsən? Pollute the environment, people pollute the environment. Yəni ki, insanlar ətraf mühiti həmişə çirkləndirirlər, deyir. Bax, biz bunu bir neçədən yerdə görürük. Deyir ki, çoxu insan Kopenhagendə maşın sürmək əvəzinə velosiped sürür, hansı ki, çirklənməni azalır. Bir burada bizə deyir. Bir də məsələn deyir ki, Kopenhageni çox yaşıl eləyən xüsusiyyətlərdən birisi də odur ki, Kopenhagen çox təmizdir və deməli, healthy environment, sağlam ətraf mühiti var. Düzdür, sağlam mühiti var. Bunu da kim eləyir? İnsan eləyir də. Burada da deyir ki, insanlar çirkləndirir. İnsanlar çirkləndirmir, axı, sərgəl saxlayır. Oldu burada B variantı. Ən axırda baxırıq. Main about-u həmişə axıra saxlayırsınız. 82-də deyir ki, why deyirsə because-la başlamanı diqqət edin. Yəni cümlə why ilə başlayacaq böyük ehtimal. Because-la başlayacaq böyük ehtimal. Copenhagen considered as green city. Bir də ki, because ola bilər, as ola bilər, bir də since ola bilər. Çünki bu deməli, çünki deməkdir. As, since, because. Görə, çünki, nəyəsə görə, bir də çünki. Deyir ki, nəyə görə yaşlı şəhər olaraq nəzərdə tutulur elə bir şəhərdir? Deyir, möhtəşəm ötəsi nəqliyyat sisteminə görə, çox çirklənməsinə görə, əlbəttə ki, çirklənməsi yoxdur. Bayaqdan gördüyümüz şeylərdir. Bax, görsən, birinci sualdan ikinci sual bir-birindən əlaqəlidir. Because of its healthy environment, öz sağlam ətraf mühitinə görə deyir ki, because of its improving air pollution, hava çirklənməsinin çoxalmasına görə. Hava çirklənməsinin inkişaf eləməsi, hava çirklənməsinin çoxalması deməkdir. Ona görə də çoxalmır axı. Bayaqdan biz tərifləyirik ki, gözəl bir təbiəti var. 1-3 oldu burada B variantı. Deyir ki, burada one adjective fikir ver ki, bir dənə adjective istir, 2 dənə istir, yoxsa 2 dənə istir. Play sözü üçün bir dənə adjective tap. Tapdım. Pleasant, xoşa gələn. Beləcə nə yazırsan cavab kartına və bu da gəlib düz çıxacaqdır. Pleasant sözünün sinonimlərini bilənlər kommentlərdə yazsın, biz də bilək. Deyir ki, düzgün cavabı yaz. What is used to reduce electricity in Copenhagen? Kopenhagendə nə istifadə edilir ki, produce actually, reduce yox. Produce yəni ki, istehsal eləsinlər. Elektrik istehsal eləmək üçün insanlar nə istifadə eləyir? Bu arada to produce sözünü to make da sinonim ola bilər, eləmək. Eləyirsənsə istehsal eləmiş olsun da. To manufacture ən birinci sinonimi əslində budur. Manufacture, manufaktura eləmək.
Yəni bu şəkildə bunlar ola bilər. Gəlin indi mətnə baxaq. Sən burada açar sözlərin nədir? Dinləyəndə nəyə fikir verməlisən? Copenhagen sözünə fikir vermirsən. Baxlar dediyim kimi produce electricity. Yəni elektrik istehsal etmək, elektrik yaratmaq. Bu sözlərə fikir ver. O cümlənin içində nə olduğunu zaten eşidəcəksən. Elə görürsən heç sinonimini istifadə eləməyibdi. Üzr istəyirəm. Listeningdə heç sənin üçün produce sözünün baxla dediyim sinonimləri. Məsələn, bəzən listeningdə nə edir? Listeningdə sənə sinonimini deyir. Sən uca burada listening haqqında, listeningin sinonimini bilməlisən ki, başa düşəsən də. Başa düşdü necə? Məsələn, burada produce verir. Listeningdə səsləndirəndə isə onun sinonimindən əvəz eləyir. Deyir ki, sənin işini biraz uzatsın. Ki, həqiqətən başa düşsün ki, sən onu başa düşürsən ya yox. Amma burada elə eləməyib. Bax, burada fikir verirsinizsə, ayda, indicə buradaydı, gördüm. Gözdə, yes. Produce much of its electricity. Elektrik, daha çox elektrik produce eləmək üçün nə istifadə edir? Uses. The city. The city sözü, bax görsən, Copenhagen sözünü the city sözünün əvəz edibdir. Şəhər nə istifadə edir? Fikir ver, gör nə istifadə edir? Bax, bu rənglə işarələyəcəm. Wind power and solar energy. Sənin cavabın budur. Küləyin gücündən istifadə edir və solar energy, yəni günəşin enerjisindən istifadə edir. Bu yazırsan bura, bura götürüb yazırsan ki wind power, birini yazsan yarı bal alacaqsan, and solar energy, energy. Beləcə yazsan tam balını yazırsan. Sonra deyir ki Copenhagen is known for its strong, for its strong sözünə bir dənə qulaq as. Known for, famous for, bu sözlərə bax. Burada da deyir ki, Copenhagen is known for its strong, bu sözü sənə deyir. Sən uca burada nəyə tapmalısan? Göylə işarələyirəm. Environmentally friendly living. Yəni ki, ətraf mühitə dost yanaşan. Deyir, məsələn, zənginin dostu, kasıbın dostu. Burada deyir ki, ətraf mühitə friendly olanda, yəni ətraf mühitə dost olan şeylər. Ətraf mühitə dost çirklənmə ola bilər. Məsələn, sənin Coca-Cola butulkan ola bilər. Əlbəttə ki, yox. Başa düşdün də necə? Yəni burada o cümlənin mənası o da, onu demək istəyirəm. Götür yazırsan environmentally friendly living. Ətraf mühitə friendly yaşayış. Onlar da güclüdür. Bununla bəllidir. Yəni, ətraf mühitə friendly yanaşırlar. Bu cavabıca götürüb yazırsan və tam balını alırsan. Bu qədər bəsit. İndi isə gəlin writing-a keçək. Bax, sizin sualınız bu idi. Bayaqları buradakı yazılı sualınızı bura kopyalamışam. Yenə də deyir ki, öz fikirlərini ifadə eləyərək ən azı 3 cümlə yazaraq bura yaz. Birincisi, mütləqdir nümunə verməyin. Nümunə verməyin çox mütləqdir. Qalan hər şey necə istəyirsən elə də yaz. Mən sizə hazır sözlər də vermişəm. Nə bilim, it's a fact that from my perspective və sərvəl axır bu kimi sözlər. Ondan da istifadə edə bilərsiniz. Amma deyək ki, siz ondan istifadə eləmədiniz. Bir çox tələbə ümumiyyətlə onlardan istifadə eləmir. İndi biraz nümunə verəcəyim şeydə də görəcəksiniz ki, həqiqətən ki, orada da istifadə eləməyibdi. Niyə öz tələbələrimin səsinə nümunə göstərirəm? Çünki həmişə deyirəm, öz yaşıdlarınızın yazdığını görəndə məncə düşünə bilərsiniz ki, hə, o yazıbsa mən də yaza bilərəm də. Bir var ki, müəllim sən nümunə desin. Müəllim zaten bilir də. Amma indi öz yaşadığını görəndə məncə səni motivasiya eləyə bilər. Ona görə bundan istifadə etməyə çalışıram bu şəkildə. Gəl indi həmin nümunəmizi görək. Bax, bu əsədir ki, mənim tələbəm keçən il bunu yazmışdı. Mən də bunu saxlamışam ki, bu sınaqdan tam bal alıbdı. Deməli, bunu mən sizə indi çox yaxşı bir şəkildə analiz eləyəcəm. Bunu yaxşı bir şəkildə görəcəksiniz. Bunu götürdüm, bura belə type elədim. Çap şəklində bura yazdım ki, çünki öz xətti biraz məzəlidir. O səbəbdən bir də mən xəttim də heç gözəl deyil. Ona görə də fikirləşdim ki, belə yazsam hər kəsə daha aydın şəkildə görünəcək. Çox uzatmadan analiz eləməyə başlamaq istəyirəm. Birincisi, sualımı çox düzgün şəkildə başa düşməliyəm. Sualımı başa düşmək üçün söz tərcümə elə. Why? Niyə?
is green world discussed? Niyə müzakirə olunur yaşıl dünya at COP? COP-da niyə yaşıl dünya müzakirə olunur? Niyə dünyanı yaşıllaşdırmaq istəyir? Uşaq belə bir cavab verib. Ümumi bir dənə cümlə ilə giriş eləyibdi. Ümumi bir dənə cümlə ilə giriş eləmək, məsələn deyək ki, ideyanı qıtdısa, bu daha çox sənə kömək olacaqdı. Yəni fikrin hələ ki yoxdursa, ümumi bir giriş elə. Məsələn deyək ki, ailə niyə vacibdir? Denən ki, hər kəsin ailəsi var və bir çox insan üçün ailə çox önəmli rol oynayır onun həyatında. Bir dənə ümumi bir dənə giriş elə. Sonra bundan niyə deyirəm? Deyirək ən azı 3 dənə cümlə qur. İndi ən azı 3 dənə cümlənin birini heç olmasa yazdın da. Digər 2 dənə cümləni də nümunəyə ayır. Tam balını alacaqsan. İndiyə görə ümumi bir cümlədə bu uşaq nə yazıbdı? I think, mən düşünürəm ki, green world is discussed. Yaşıl dünya müzakirə olunur. Özdə kim tərəfindən müzakirə olunur? Hələ ki bunu bizə demir. Deyir müzakirə olunur və bizə bunu passive voice-da qurur. Qrammatikanı çox yaxşı bir şəkildə bilməlisən. Bax, writing nədir? Yəni yazı. Essay nədir? Grammar, lüğət, üstünə gəlinsin vocabulary. Sən hökmən qrammatikan çox yaxşı olmalıdır, lüğətin də çox yaxşı olmalıdır ki, istədiyin cümlələri ifadə edə biləsən. Düzdür, hazır sözlər verirəm ki, hər essedə istifadə edə biləcəyiniz hazır sözlər. Amma hər essedə də onu eləyə bilmirsiniz. Yəni ürəyiniz istəyəni yaza bilmək üçün, imtahana əsə-əsə girməmək üçün ki, ayda ağlıma bu gəlsə, görürsə mən bunu nətər yazaram. Bu kimi fikirlər eləməmək üçün dediyim formadaca hazırlaş, qrammatikanı düzgün şəkildə bil, lüğəti yaxşı bir şəkildə bil. Qrammatikanın hamısının izahı YouTube-da var. İzah eləmişəm hamısını, lüğətin hamısı var. Gir kanaldan bax. Deyək ki, COP-da hətta preposition-da, yəni əzbər olun fikirləşirsənsə, səhv fikirləşirsən, hökmən gedib onun qaydasına bax. Deyək ki, COP-da müzakirə edilir. Sonra bura bir dənə conjunction qoyubdu. Deyir, conjunction nədir? Bax, SUPT, üstünə gəlsin SUPT. 2 dənə cümləni birləşdirir. Bax, buradakı bir dənə cümlə, buradakı da bir dənə cümlə birləşdirir, eləyir sənə kompleks cümlə. Yəni mürəkkəb cümlə sənin üçün yaratmış olur, düzdür? Və bu meyarlarda var ki, sən birinci sinif cümləsi yoxdur, indi qəşəng normal samballı cümlə qurmalısan. Bunun üçün də conjunction istifadə eləməlisən. Amma buradakı üstə gəlmə sən conjunction'ındır. Görürsən? Our planet, bizim planetimiz really needs help. Həqiqətən köməyə ehtiyacı var. Bir dənə qayda keçmişdim. Qoy bir dənə bu haqda deyim. Zaman zərfləri olur. Sometimes, always, usually falan. O harda gəlir? Cümlənin harasında gəlir? Belə bir qayda var. Məsələn, deyirsən ki, I am always excellent. Mən həmişə ən mükəmmələm. Görürsən, always burada. To be-dən sonra zaman zərfi gəlir. Bax, beləcə qayda yaz. Ya da ki, I usually drive to work. İşə adətən sürürəm. Yəni ki, işə adətən maşınla gedirəm, belə bir məna verir. Maşın sözünün özünü verməsən də olar. Drive deyəndə elə məna başa düşülür ki, maşınla gedir. Burada belə bir qayda çıxır ki, zaman zərfindən sonra main verb gəlir. Yəni ki, əsas feil nə deməkdir? Oturmaq, durmaq falan fistan. To be budur. Zaman zərfləri də budur. Yəni, bax, bu şəkildə ver. Birinci cümlə hazır oldu. Deyir ki, mən COP-da bunlar müzakirə edilir. Çünki bizim planetimiz həqiqətən köməyə ehtiyacı var. Aha, indi necə köməyə ehtiyacı var? Bunu bizə izah elə. Əslində bu sualın cavabını birbaşa verdi. Amma deyir, ən azı 3 dənə cümlə qur. Sən burada 2 dənə cümlə qurmaq istəyirsən, qur. Fərqi yoxdur. Yəni, ən bərbad halda 3 dənə cümlə olsun. 3-dən artıq nə qədər qursan, sənin üçün problem yoxdur. Amma onu da fikirləş ki, sən digər fənlərində var da, vaxtını düzgün bölməlisən. Deyir ki, indi nümunəyə gəlir. Deyir ki, hər il we can see more pollution. Biz hər il çoxlu çirklənmə görə bilirik. We can see, görürsən, bu oldu subject, bu oldu mən verbim və əlbəttə ki, modal feildən sonra birbaşa noun feili veribdir. More pollution da objectdir. Daha çox çirklənmə görürük. Nə gözəl, nə gözəl. Sonra nə görürük? Hotter weather, daha isti hava görürük. More, hotter, adjectivin müqayisə dərəcəsini istifadə edir. Bu da objective 2, yəni ki, tamamlıq 2. And, görürsən, bağlayıbdır. Many problems caused by climate change.
Bax, bunun özü də bir obyektdir. Deyir ki, iqlim dəyişikliyi tərəfindən səbəblənən, iqlim dəyişikliyi tərəfindən necə deyək bunu, Allaha da xoş getsin. İqlim dəyişikliyi tərəfindən qaynaqlanan, iqlim dəyişikliyindən qaynaqlanan çoxlu problemlər bu şəkildə. Yəni daha isti hava, daha çox çirklənmə və iqlim dəyişikliyi səbəblənən, qaynaqlanan çoxlu problemlər biz görə bilirik. Bu şəkildə görsən ki, rahat, sadə sözlər də istifadə edibdir və kompleks cümlə qrupdur, fikir verirsənsə. Sonra bizə nə deyir? Burada deyir, if, bura gətirək yazı, if countries don't work together, əgər ki, ölkələr birlikdə çalışmasalar, burada verir if, əgər ki, sonra burada subject, bu sənin üçün verb, together də adverbdir sənin üçün. Bir də şeyə fikir ver. Zaman uzlaşmasına da əlbəttə ki, fikir verirlər. If-dən sonra nə gələ bilər? If, until, when, as soon as və s. və axır. Bu kimi sözlərdən sonra present simple gələ bilirdi və past simple gələ bilirdi. Fikir ver. Present simple verib. Aferin. Və digər tərəf nə də ola bilirdi? If-dən sonra gələn verb, if-in özünü işlətdiyi cümlə, bu cümlə present simple ola bilər. Bir də ki, past simple ola bilər. O biri cümlə isə present simple olsa, buraya present simple olacaq. Yəni, ya burada will yox, present simple verəcək. Ya da ki, gələcək zaman verəcək. Future simple, burada da gələcək verir. Past simple olsa da, pastla uzlaşır. Yəni, past verməlidir bu bir tərəfdə də. Gözəl. Və burada gözəl zaman uzlaşmamıza da çox möhtəşəm şəkildə fikir veribdir. Deyir ki, the earth, dünya, will become, dünya olacaq və yaxud da ki, çevriləcək a dangerous place, çox təhlükəli bir yerə çevriləcək. To live, yaşamaq üçün çox təhlükəli bir yerə çevriləcək. Deyirsiniz ki, müəllimə, to makmək demək deyil, həm makmək deməkdir, həm ya deməkdir, həm də ki, üçün mənası var. Üçün mənası necə var? Bunu bilmək istəyənsə, preposition videoma bax, get orada izah eləmişəm. I believe, gəl burada izah eləyim. Yəni, for'dan sonra noun gəlsə, ya da ki, pronoun gəlsə, üçün mənası verir. To'dan sonra da verb verə bilərsən, üçün mənasını verməsi üçün. Davam edirəm. I believe, inanıram ki, cop is important. Cop vacibdir. Görsən, günə çıxılı cümlədə. Cop is important. Cop vacibdir. Amma görünətlər bunu yekəldir. I believe-lə eləyib. Burada oldu mu? SVO PT. SVO PT yox, SVO oldu da bu. Bu şəkildə. İndi ona bax, indi ikinci sənin. Burada bunun üstə gəlməsidir. Çünki it helps leaders find real solutions. Bu liderlərə, idarəçilərə real həllər tapmağa kömək eləyir. It, S, we, O, find real solutions. Nəyə kömək eləyir? Bu da no. Bu object olur. Bu da ikinci obyekt olur. Bəli. Sonra deyir ki, bizim üçün like nə deməkdir? Such as nümunə gətirir də. Deyir ki, nə kimi? Like using clean energy, təmiz enerji istifadə eləmək kimi. Such as using clean energy. Və yaxud da ki, for example verə bilərdi. Buraya deyə bilərdi onun əvəzinə. Like-ın əvəzinə such as, for example. Ya da ki, for instance. Və bunlar 4 dənə söz buradan götürdü. And, görsən bu burada bir dənə cümlənin içində and verib, and bağlayıcısı burada because verib. Görsən, bir dənə cümlənin görə nə qədər yekəldir. And protecting forests və meşələri qorumaq. Bir dənə bir şeyə fikir ver. Sən də bir şeyə fikir verməyini istəyəcəm. Dən silirəm, deyirəm ki, bunları not aldın. Bax, bizim üçün burada nə verib? Deyir like. Like-dan sonra görsən ki, feilini ayıncı da verdilər. Burada yəni bir dənə feil var. Düzdür. İndi ona bax, burada and veribdir. And-ın o tərəf bu tərəfə eyni olmalı deyilmi? Buradakı feilində ayıncı da verib. Çünki buradakı ayıncı buradakı like-a bağlıdır. Başa düşdün? Məsələn, deyirsən ki, mən gəlirəm və çay içirəm. Niyə burada əm var, uşaqlar? Nəyə bağlıdır bu? Mən sözünə aiddir. Bax, buradakı da eyni. Yaxşı. Və söz olanda fikir ver. Sonra deyir ki, only by taking action now, sadəcə olaraq yalnız indi hərəkət götürməklə
By taking action now, biz indi necə deyək? Hərəkət götürmək deyil, hərəkətə keçməklə can we make sure the world can we deyil də we can. We can make sure biz əmin ola bilərik ki the world stays healthy. Dünya sağlam bir yer olaraq qalır for the next generations. Növbəti nəsillər üçün, yəni bizdən sonrakı insanlar üçün sağlam bir yer olaraq qalır. Bu şəkildə götürülə bilər. Məsələn, next generation sözü bir neçə mətndə rast gəldiyimiz söz olub. Onu götürüb burada istifadə edib. Maraqlı. Keçənki uşaqlarımı yad eləmək mənim üçün maraqlıdır. Bu şəkildə. Bu, yəni imtahanda da yazılsa, sınaqda da yazılsa tam bal alası bir şeydir. Ümid edirəm ki, izah eləyə bildim. Daha çox belə videoların gəlməsi üçün komment yazmağı unutmayın, videomu bəyənməyi unutmayın, kanala abunə olmağı unutmayın. Nə kimisə bir istəkləriniz olarsa, onları da yazmağı unutmayın ki, sizə daha çox dəstək ola bilim. Təşəkkür edirəm. Sağ olun, özünüzə yaxşı baxın, gözəl günlər. Növbəti videolarda görüşənədək.